10-cu sual. X deyir ki, sonsuzluq -3 aralığına, yəni intervalına, açıq intervalına aiddir. Bu o deməkdir ki, x ədədi -3-dən kiçikdir. Və o halda 2x toplayaq 6-nın modulu üstəgəl 2x ifadəsini nəyə bərabər olduğunu tapmaq lazımdır. Əvvəlcə modulun daxilində olan bu ifadəyə nəzər salaq. Burada 2x toplayaq 6-dan 2x nəyə bərabərdir? Yəni bunu gəlin aydınlaşdıraq. Biz bilirik ki, x-in özü -3-dən kiçikdir. O halda 2 dəfə -3 -6-dan kiçik. Yəni bu 2x ifadəsi -6-dan kiçikdir. 2x -6-dan kiçikdir. -6-dan kiçik bir ədədin üzərinə 6 gələndə alınan cavab yenə mənfi olacaq. Deməli, bu modulun daxilində olan ifadə mənfidir. Və biz bilirik ki, modulun daxilində olan ifadə əgər mənfidirsə, modulu açmaq üçün, yəni misal üçün yazaq x-in modulu. Əgər x mənfidirsə, o halda bu bərabərdir -x-ə. Yəni modulu silmək üçün modulu silirik, x-in qarşısında sadəcə mənfi işarəsi qoymağımız lazımdır. Eynən burada da onu kimi edəcəyik. Biz bilirik ki, 2x toplayaq 6 mənfidir. O halda modulu açanda 2x toplayaq 6-nın qarşısında mənfi işarəsi qoymağımız mütləqdir. 2x toplayaq 6 və üstəgəl 2x bərabərdir. İndi isə gəlin mötərizələri açaq. Olacaq -2x, -6, üstəgəl 2x. -2x toplayaq 2x 0 olur və qalır sadəcə -6. Ona görə də doğru cavab olur G bəndi. 11-ci sual. Düzbucaqlı trapesiyanın iti bucağının kosinusu 5-də 2-yə bərabərdir. Bu trapesiyanın daha doğrusu kör bucağının tangensini soruşur. Gəlin əvvəlcə bu trapesiyanı çəkək. Yəni bu bir tərəfdən çəkək ki, yerimizi almasın. Deməli bu bizim trapesiya düzbucaqlı trapesiyadır. Bu iki bucaq düzdür. Və bu trapesiyanın deməli iti bucağının kosinusu, iti bucağı budur. Buna alfa deyək. Kosinusu 5-də 2-yə bərabərdir. Yazaq deməli kosinus alfa bərabərdir 5-də 2-yə. Bu trapesiyanın kör bucağı isə budur. Buna da beta deyək. Kör bucağının tangensini soruşur. Deməli biz tapasıyıq tangens betanın nəyə bərabər olduğunu. Yaxşı. Biz sadəcə trigonometriya biliyimizdən istifadə edəcəyik. Əvvəlcə onu deyək ki, bu trapesiyanın daxili bucaqlarının cəmi 360 dərəcə olacaq. Çünki bu trapesiya 4 bucaqlıdır və 4 bucaqlının ümumiyyətlə daxili bucaqlarının cəmi 360 dərəcədir. 2 bucağı bu trapesiyanın 90 dərəcədir. Deməli, cəmi 180 dərəcə. Qalan alfa və betanın cəmi o halda nə olacaq? 180 dərəcə. Yaxşı. Əgər kosinus alfa 5-də 2-yə bərabərdirsə, biz buradan tapaq, o halda sinus alfa nəyə bərabərdir? Daha doğrusu, baxın, bu alfa toplayaq betanın 180 dərəcəyə bərabər olmasından biz, yəni, gəlin burada bizdə alfa verilib deyə, bu aşağıdakı bu tənlikdən alfanı ifadə edək. Alfa nəyə bərabər olacaq? 180 çıxılsın betaya. İndi isə bu kosinus alfa bərabərdir 5-də 2-də alfanın yerinə bu əldə etdiyimiz 180 çıxılsın betanı yazaq. Yəni kosinus alfa yerinə yazırıq 180 çıxılsın beta bərabərdir 5-də 2-yə. Kosinus 180 çıx beta olacaq mənfi kosinus beta bərabərdir 5-də 2-yə. Buradan kosinus beta bərabərdir mənfi 5-də 2-yə. Kosinus betayı tapdıq. Biz tangens betayı tapmaq üçün, baxın, tangens beta nəyə bərabərdir? Bu sinus və kosinusun nisbətidir. Yəni sinus beta bölünsün kosinus betadır. İndi bizim əlimizdə kosinus beta artıq var. Deməli, qalır sinus betayı tapmaq. Sinus betayı tapmaq üçün isə nə edəcək? Sinus beta bərabərdir. Daha doğrusu belə edək. Yəni, sinus kvadrat beta bu düsturdan istifadə edər. Üstəgəl kosinus kvadrat beta bərabərdir 1-ə. İndi isə sinus kvadrat beta üstəgəl kosinus kvadrat beta. Kosinus beta mənfi 5-də 2-dir. Deməli, olacaq mənfi 5-də 2 kvadrat bərabərdir 1-ə. O halda sinus kvadrat beta bərabərdir 1 çıxılsın. Mənfi 5-də 2-nin kvadratı 25-də 4 edir.
Bu da olacaq. Yəni 1 çıxılsın 25-də 4 olur 25-də. 25 çıx 4 21. O halda sinus beta bərabərdir. Plus minus kök altında 25 25-də 21. Yəni plus minus 5-də kök altda 21. İndi sinus betanın, yəni betanın nə harda olduğunu gəlin müəyyən edək. Yəni müsbət ya mənfi olacaq bu. Beta biz bilirik ki 180 dərəcədən kiçikdir. Niyə? Çünki alfa və betanın cəmi 180 dərəcədir. Əgər bunların cəmi 180 dərəcədirsə, o halda məlum məsələdir ki, beta mütləq 180 dərəcədən kiçik olacaq. Yaxşı, əgər beta 180 dərəcədən kiçikdirsə, bu olacaq ya birinci rübdə, ya ikinci rübdə. Birinci rübdə ola bilərmi? Yəni beta 0 və 90 dərəcə arasında olması mümkündürmü? Baxın, biz bilirik ki, kosinus beta mənfi 5-də 2-yə bərabərdir. Birinci rübdə olsaydı əgər kosinus müsbət olması lazım idi. Bu o deməkdir ki, yəni kosinus beta mənfi 5-də 2-yə bərabər olduğu üçün buradan o nəticə çıxır ki, baxın, buradan çıxır o nəticə ki, beta nədir? İkinci rübdədir. İkinci rüb. 180 dərəcədir. Daha doğrusu 180 dərəcədən kiçikdir. Birinci rübdə deyil. Deməli nə qalır? O halda ikinci rübdədir. Beta ikinci rübdə olduğunu biz artıq dəqiqləşdirdik. O halda sinus nə olacaq? Yəni ikinci rübdə sinus nədir? Müsbətdir. Deməli sinus beta olacaq müsbət. Sinus beta olacaq müsbət 5-də kök altda 21. İndi isə tapaq tangens betanı. Tangens beta bərabərdir sinus beta, yəni 5-də kök altda 21 bölünsün kosinus betaya. Kosinus beta isə mənfi 5-də 2-dir. Mənfi 5-də 2. Bu da bərabərdir 5-də kök altda 21 vurulsun mənfi 2-də 5 bərabərdir. 5-lər getdi, qaldı mənfi 2-də kök altda 21. Doğru cavab hansı olur? B bəndi. 12-ci sual. Kompaniya illik premiyanı 3 departament arasında payladı. Deməli, bu premiyanı ifadə edən dairəvi diaqramda satış departamentinə uyğun gələn sektorun bucağı 40 dərəcə artıqdır. Marketinq departamentinə uyğun gələn sektorun bucağından. Deməli, bizim gəlin əvvəlcə bu departamentlərin hansılar olduğunu işarələyək. Deməli, bizim var Qaqidovs departamenti, yəni satış departamenti, sonra marketinq departamenti və texniki departament. Yazaq bunları. Deməli, Q olsun Qaqidovs, yəni satış, yəni ki, Azərbaycanca yazaq bunu. Satış, sonra marketinq və texniki. Nə verilibdir? Satış departamentinə uyğun gələn sektorun bucağı 40 dərəcə artıqdır. Nədən? Marketinqə uyğun gələn sektorun bucağından. Yəni, əgər biz marketinqə desək X, o halda satış olacaq X toplayaq 40 dərəcə. Və satış departamentinin sektorunun ölçüsü, deməli, bucaq ölçüsü nə qaldı? Texniki departamentdən kiçikdir. Nə qədər? 40 dərəcə kiçikdir. Yəni, texniki departament o halda artıqdır satış departamentindən. Əgər satış X toplayaq 40-dırsa, texniki departamentin uyğun gələn bucağı ondan 40 dərəcə artıq olduğu üçün X toplayaq 80 olacaq. İndi isə gəlin suala fikir verək, nə soruşur bizdən? Deməli, რამდენი პროცენტი ნაკლებია გაყიდვების დეპარტამენტისთვის გამოყოფილი პრემიის ოდენობა. Yəni, satış departamentinə uyğun gələn, daha doğrusu ayrılan premiya texniki departamentə ayrılan premiyadan neçə faiz azdır. Əvvəlcə gəlin bunların bucaq ölçülərini tapaq hər birinin. Biz bilirik ki, bunlar hər biri, yəni birlikdə bunlar olması lazımdır 360 dərəcə. O halda tənlik quraq və tapaq hər biri nə olacaq? Deməli, bu üçünü toplayırıq, olacaq x, x və x 3x edir. 3x toplayaq 40 və 80 toplayanda 120 bərabərdir 360.
Buradan 3x bərabərdir 360 çıx 120 edir 240. X bərabərdir 240 bölünsün 3-ə edir 80. X 80 olduğu üçün o halda bizə satış və texniki lazımdır. Yəni yazaq bir-bir, deməli satış x toplayaq 40, yəni 80 toplayaq 40 olacaq 120. Texniki isə 80 toplayaq 80 160. Yəni bizdən soruşur 120 160-dan neçə dərəcə azdır. Bunu isə belə tapacağıq. Yəni nisbət götürürük. Aşağıda texnikinin dərəcəsini yazırıq 160-ı, yuxarıda isə satış texnikidən nə qədər az olduğunu, yəni 160 çıx 120. Və vururuq 100 dərəcə, 100 daha doğrusu faizə. Bizdən faiz olaraq soruşur. Bərabərdir. Bu olacaq 160-da 160 çıx 120 edir 40, vurulsun 100. Bu isə 40 və 160-a əgər 40-a ixtisar etsək, 1 və 4 qalır. 4 və 100-ü də ixtisar etsək 25 qalır. Yəni 25% azdır. Cavab olur B bəndi.